Salam əziz və dəyərli izləyicilər. Bu günləri sizlərə şirkətimizə məxsus olan 1S Diamond paket haqqında məlumat verəcəm. İndi isə keçid alaq əməliyyatlar, kassa əməliyyatları, hesabatlar, sənədlər. Gördüyünüz kimi Diamond paketdə bütün funksionallıqlarımızın hər birisi aktivdir. İndi isə mən bunlar barədə sizə ayrı-ayrılıqda məlumat verəcəm. Keçid edirik mallar bölümünə. Burada yeni bir qrupumuzu yaradırıq. Yeni qrup yaratdıqdan sonra səhifəmizi bağlayırıq. Keçid alırıq mal qəbulu. Call MMC-ni seçirəm tədarükçüm. Yəni tədarükçüm kimdir? Mənə mal gətirəni, qrup və mallar. Daxil oluram qrup və mallar və ümumi mallar qrupuna. Burada mausun sağ düyməsini vurub yeni mal yarat funksiyonallığına tıklayırıq. Kola 500 milli, alışı şərti olaraq 1 manat, satışı 10 manat. OK deyirik. Üzərinə 2 dəfə klikləyib 100 ədəd miqdar giriş edirik. Bundan sonra isə yenidən mausun sağ düyməsini vurub yeni mal yaradırıq. Məsələn, kola 1 litrlik ştrik kod təyin edirik. Alışını qoyuram 5 manat, satışını qoyuram 20 manat və OK düyməsini sıxırıq. Üzərinə 2 dəfə klik edirik. 100 ədəd miqdar daxil edirik. Bundan sonra isə 1 ədəd də yeni məhsul yaradacam. Kola 2 litrlik, alışını təyin edirəm 10 manat, satışını 30 manat və OK düyməsini yenidən sıxırıq. Və bu məhsulumuzdan da 100 ədəd miqdar daxil edirik. Və bizə mal gətirənə 1600 manat, yəni bizə faktura təqdim edib. İndi isə buradan bağlayırıq və OK düyməsini sıxırıq. Və burada daxil oluruq hesabatlar, tədarükçü hesabatı, tərtib et düyməsini sıxırıq. Və gördüyünüz kimi bizim Call MMC-yə 1600 manat borcumuz var. İndi isə keçid alıb baxsaq hesabatlar, kassa hesabatı, tərtib et. Məlum məsələdir ki, bizim hər hansısa bir kassamızda vəsait yoxdur. Çünki nəyə görə? Mağazamız yeni açılıb və bizim mağazamızda məlum məsələdir ki, satış olmadığına görə bütün kassalarımız sıfırdır. İndi isə belə olduğu halda biz nə etməliyik? Mağaza sıfırdan qurulduğu halda vəsait kimin cibindən? Yəni müdiriyyətin cibindən gedir. İndi isə müdiriyyət gətirir bizə 1600 manat pul təqdim edir və biz onu proqram üzərində necə əks etdirməliyik bu barədə sizə məlumat verim. Keçid alırıq kassa əməliyyatları, pul vəsaitlərinin daxili, burada plus işarəsinə və yaxud da ki, mausun sağ düyməsinə sıxmaqla əlavə et deyirik və keçid alırıq müdir kassasına. Şərt olaraq müdir hətta bizə 1600 deyil 2000 manat ödəniş verir və biz bunu kassamıza daxil edirik. İndi isə keçid alaq hesabatlar, kassa hesabatı, tərtib et. Müdir kassasına bizim 2000 manat vəsaitimiz var. İndi isə gedək, bu hissəni bağlayaq, kassa əməliyyatları, kassadan məxaric deyərkən, kassadan məxaric bu o deməkdir ki, biz kassamızdan pulu məxaric edirik. Yəni ödəniş etmiş oluruq. Kimə? Müdir kassasından, tədarükçümüz mal gətirənlərdən Call MMC-yə bizim borcumuz burada gördüyünüz kimi 1600 manatdır. 1600 manatı əllə daxil etdikdən sonra OK düyməsini sıxırıq. Hesabatlar, tədarükçü hesabatı, tərtib et. Gördüyünüz kimi bizim 1600 manat borcumuz tam olaraq sıfırlandı. Yəni bizim Call MMC-yə heç bir ödənişimiz qalmadı. İndi isə keçid alaq hansı hissəyə? Hal-hazırda mənim kassa hesabatımda gördüyünüz kimi 2000 manat rəhbərlik ödəniş verib, proqram üzərində göstərmişəm, 1600 manat məxaric etmişəm və 400 manat mənim qalığım var. İndi isə sabahlar bizim, yəni kassirimiz satışa başlaması üçün onun kassasına pul qoymağımız üçün nə etməliyik? Daxil oluruq kassa əməliyyatları, pul vəsaitlərinin yer dəyişməsi, göndərən kassa kimdir? Müdir. Qəbul edən kassa kimdir? Kassa 1. Mən ona zdacı, yəni qalıq qaytarılması üçün müəyyən qədər vəsait vermişəm və bu vəsaitimiz 400 manatdır. OK deyirəm.
İndi isə hesabatlar, kassa hesabatı tərtib et. Gördüyünüz kimi bizim müdir kassasındakı 400 manat sıfırlandı və öz əksini tapdı kassa birimizdə. İndi isə keçid alırıq biz kassa satış hissəsinə. Mal axtar və deyirik ki, 50 ədəd bu məhsuldan, 50 ədəd bu məhsuldan, 50 ədəd isə bu məhsulumuzdan satış ekranımıza vururam. Gördüyünüz kimi bizim alverimiz 3000 manat olur. Mən deyirəm satış düyməsi və buradan birbaşa təsdiq edirəm və çek çap edilsin xeyir. İndi isə keçid alırıq. Hesabatlar, satış hesabatı tərtib et. Və bizim maya dəyərimiz 800 manatdır, alverimiz 300 manatdır və bizim mənfəətimiz tam olaraq 2200 manatdır. Yəni, xeyrimiz 2200 manatdır. Amma bu mənfəət təmiz gəlir demək deyil. İndi isə nə edirik? Baxırıq kassa hesabatımıza. Məlum məsələdir ki, bizim alverimiz oldu 3000 manat. Amma bizim kassamızda nə qədər pulumuz var? 3400. Nəyə görə 400 manat artıqdır? Çünki müdir kassasından 400 manat pul vəsaitlərinin yer dəyişməsi etmişdik. İndi biz gəlirik kassa əməliyyatları, pul vəsaitlərinin yer dəyişməsi, göndərən kassa, kassa 1, 400 manat və müdir kassasına geri qaytardıq. Hesabatlar, kassa hesabatı tərtib et və müdiriyyət kassasına 400 manat öz əksini tapdı və kassa birimində olan 3000 manat mənim satışımın məbləğidir. İndi isə gəlirəm, fərqi yoxdur, bunu rəhbərlik və yaxud da ki, kassir istənilən bir şəxs edə bilər. Keçid alıram kassa əməliyyatları. Buradan sayır xərclər deyirəm. Kassa 1-dən əgər pulu oradan verəcəmsə kimə? Ramin. Xərc maddələri nəyə görə? Maaş. Məsələn, gündəlik, aylıq fərqi yoxdur. Şərt olaraq götürək ki, biz aylıq əmək haqqı vermişik 300 manat. Bu günləri bir günlükdürsə əgər, buradan 10 manat da deyə bilərik, 20 manat da deyə bilərik. Günlük yazırıqsa bu qaydada və yaxud da ki, ayın sonunda bunu qeyd edə bilərik. Bu artıq müştərinin öz istəyinə uyğun olaraq tənzimlənir. Buradan yerinə seçirəm kassa 1. Bu günləri mən İsmayıla nəyə görə, yəni xarc məddəsində olub, maaş olub 20 manat. Bu günləri yenidən seçə bilərəm hətta Raminə, bu günləri nəyə görə, qida haqqı, yəni qidaya görə nə qədər 5 manat. Hətta yenidən seçə bilərəm kassa 1-dən, bu günləri kimə, İsmayıla, xərc maddəsi nəyə görə, qida, seçə bilərəm 5 manat. Bu günləri kassa 1-dən 1001 xırdavat nəyə görə almışıq mağazamız üçün paket və bu qaydada siz öz xərclərinizi giriş edə bilərsiniz və sonunda OK vururuq. Baxın, hesabatlar, təmiz, gəlir, tərtib et. Gördüyünüz kimi burada nə var? Satış dövriyyəsi 3000 manat alver eləmişik. Satılan malların ümumi dəyəri 800 manat. Yəni 3000-dən 800 manat çıxılır. Mənim mənfəətim 2200 manatdır. Sayır xərcim 60 manat. Təmiz gəlirim isə 2140 manatdır. Burada isə sayır xərc hesabatı var. İstənilən tarixdən istənilən tarixə qədər baxış keçirə bilərsiniz. Yəni tam olaraq biz hansı tarixlərdə kimə, nəyə görə, nə qədər xərc etmişik. Bundan əlavə olaraq proqramımızda malların hərəkəti var burada. Almışam 100 dənə, satmışam 50 ədəd və bu qaydada digər funksiyonallıqlar da mövcuddur. Məsələn, kassa mədaxil hesabatı, kimdən məsələn mənə pul gəlib, kimə məxaric olunub, hətta bunlara qədər görmək imkanı var. Əlavə olaraq kassa əməliyyatları, pul vəsaitlərinin yer dəyişməsi nə zaman deyəcəyik? Kassa hesabatımızdan bizim baxsaq, bizim kassa birimizdə 2940 manat ödənişimiz qalıb. İndi biz bunu rəhbərliyə verərkən kassa əməliyyatları, pul vəsaitlərinin yer dəyişməsi 2940 manatı
göndərən kassa kassa 1, qəbul edən müdir kassasıdır və OK deyirəm. Gördüyünüz kimi sabaha bizim kassa birimiz tamamilə sıfırlandı və müdir kassasında öz əksini tapdı. Digər bölmələrdə burada tədarükçüyə qaytarma var, malların satışı var, geri qaytarma var. Yəni bu paketimizdə bütün hər bir funksionallıqlar aktivdir. Burada daha əlavə funksionallıqlar sadəcə olaraq bu proqram təminatı hal-hazırda tanıtım videosu olduğu kimi qısa olaraq çalışdığımız qədər biz sizə məlumat veririk. Burada əlavə olaraq əməliyyatlarda məsələn sayım var. Məndə hansı məhsullarımdan məsələn ümumi mallar deyirəm. Hal-hazırda məndə qalıq 50 ədəddir. Kola məsələn 1 litrlik. Mənim əməkdaşım saydığı halda neçə ədəddir deyirəm. Deyir 45 ədəddir. Artıq mən bilirəm ki, 5 ədədi əskikdir. Bundan məsələn 50 ədəddirsə, deyir 60 ədəddir. Bilirəm ki, artıqdır. Yəni bu kimi funksionallıqların hər birisi mövcuddur. Bu funksionallıqların hər birisi 1S Diamond paketinə məxsusdur.